bütün alimlərin qulaqları uzun olur. Uzun qulaqlı adamlar həmişə çox elmə çox meyilli olurlar, uzaqgörən olurlar, dərrakəli olurlar. Xırda qulaqlar aktiv olur, bacarıqlı olur, cəld olurlar. Digər tərəfdən əlin xüsusiyyəti də elədir, yəni modeli də elədir. Biz heç vaxt uzunsov əli olan insanı balaca enli olan insanın xasiyyətinə bir eyniləşdirə bilmərik axı. Yəni bu da xüsusiyyətdir, bu da xasiyyətdir. Bu da təbiətin bizə verdiyi bir xas bir haldır. Yəni biz bunu ortaya çıxarmaqla, biz bunu göstərməklə biz nə Allaha qarşı çıxırıq, nə cəmiyyətə qarşı çıxırıq, nə də elmə qarşı çıxırıq. Əksinə biz bunu araşdırırıq özümüzdən ötürü. Özümüzü inkişaf elətdirməkdən ötürü, bir-birimizi tanımaqdan ötürü.